Qardaşlar, indi qardaşlar bəziləri dedi ki, ola bilsin ki, bəzi qardaşların sualları olar və bizim vaxtımız az da lazım, biz başqa bir yerə gedəcək. Sadəcə bir 15-20 dəqiqə qardaşlar üçün ayıraq. Əgər mühüm suallar varsa, qardaşlar versinlər. Yoxdursa bizim üçün dua eləsinlər, Allahın izinlə, yəni yolumuz uğurlu olsun deyə biz gedək. Sual olan var mı? Yoxsa hamı hər şey bilir? Yoxsa mən sual edim. Elmin tələb olunması kişilərə və qadınlara vacibdir. Allah Subhanahu tərəfindən, Allahın şəriətində hər birimizə elm almaq bizə vacibdir və fərzdir. Qadınlara müəyyən bir miqdarı, onları dinlərinin əsasları və özəyi olan şeyləri bilmələri vacibdir. Çünki qadınlardan ondan daha çoxu tələb olunmur. Necə ki, kişilərdən tələb olunmur. Yəni, çoxu tələb olunmur deyəndə qadınlar azını eləsə belə onlar üçün kifayət edər. Necə ki, hədisdə gəlir ki, Muhammed s.ə.v deyir ki, İnsallət xamsəhə, əgər 5-ni qılsa, və samət şəhrəhə və Ramazan orucunu tutsa, və hasunət farcəhə və öz övrətini, qeyri, yəni namusunu qorusa digərlərindən və ərinə itaət eləsə, öz ərinin dediklərindən çıxmasa, haqq üzərində, Allahın şəriəti üzərində, öz Rəbbinin cənnətinə salamatlıqla daxil olar. Artıq bu qapıdır, yəni yoldur. Qadın üçün cənnətə getmək üçün yoldur. İkinci məsələ, qadının elm alması, elmdə irəliləməsi, təqvasının artırması. Bax, qadınların birinci müvəffəqiyyət səbəbi Allah Subhanahu taalanın onları müvəffəq etdikdən sonra ərinə itaətdir. Hansı qadın ki, öz ərinə Allahın şəriəti üzərində doğru düzgün itaat edəcəksə, onun imanı da Allahın izindən artacaq. Çünki Əhlüsünnə vəl Cəmaə qardaşlar iman edir ki, bizim usulun əsl budur ki, bizdə iman dillə demək, qəlblə təsdiq eləmək, əməldə göstərmək. İman artır və azalır. İman salih əməllərlə, yaxşı işlərlə artar, pis işlərlə azalar. İman salih işlərlə artar, pis işlərlə azalar. Və qadının görə biləcəyi ən salih işlərdən biri də ona Allahın fərz etdiklərindən ilk öncəliklərdən sonra ərinə itaat etməsidir. Və bu onun səbat, Allahın dinində doğru düzgün sabit qalma yollarında olacaq. Qadının sabit qalma yollarında olacaq. İkinci məsələ qardaşlar, qadın bəs elmi necə almalıdır? O sabitlik üçün insana elm lazımdır. Yəni insanın imanının artması üçün, əməlləri gözəl şəkildə təqva ilə etməsi üçün o ibadətləri əslən birinci bilməsi lazımdır. Yəni sən ibadətin ləzzətini dadmaq istəyirsənsə, o ibadətin fəzilətini oxuyarsan. Gecə namazına görə veriləcək mükafatlar, gecə namazların savabları, filanları və filanları. Aydınmı qardaşlar? Bu şeylərin üzərində sən onları öyrənəcəksən. O zaman səndə xuşu artacaq. Necə ki, insan namaz qıldığı zaman namazın sözlərini bilməsi, onları diqqətlə tədəbbür etməsi, onun imanının artmasının, qəlbinin yəqinlə dolmasının və ibadətlərini doğru düzgün şəkildə etməsinə bir səbəbdir. Görsən, bir çox yerlərdə Allah Subhanahu soruşur ki, onlar Quranı düşünmürlər. Yoxsa onların qəlblərində qıfıllar mı var? Bağlıdır mı qəlbləri? Onun üçün insanın tədəbbür etməsi, yalnız oxuması və ya həmin ibadəti etməsi deyil. O ibadətlərin üzərində, nəyin üzərində qurulur və Allah hansı işə nə savabı verəcək, onu bilməsidir. Bu yük düşür, qardaşlar, ümmətin kişilərinin üzərinə. Sahabələr Allah Rasulunun yanına gələrək elmi öyrənirdilər, ayələri eşidirdilər, əzbərləyirdilər, hədisləri hifz edirdilər, sonra həmən evlərinə qayıdaraq ayələri qadınlarına oxuyardılar, onlara öyrədərdilər. Aydınmı? Onların müəllimi, hər qadının müəllimi atası olacaq, qardaşı olacaq, əri olacaq, oğlu olacaq. Çünki qadının evdən çölə çıxması həddi var, yəni mühəddəddir. Kişi kimi, yəni istədiyi vaxt girməsi, çıxması, elm məclisinə getməsi, bu, yəni azadlıq tam bir şəkildə yoxdur. Və bu azadlığın əldən alınması da deyil.
əslən qadının hüquqlarının tam bir şəkildə ona verilməsidir. Çünki qadın öz evinin, belə deyək, ağasıdır, xanımıdır. Necə ki, Şeyx Albani, Allah ona rəhmət eləsin, deyir ki, qadın daxili işlər naziridir. Yəni, evin işlərin idarəçisi odur. Kişi xarici işlər naziridir. Bütün xaricdə olan işlər onluqdur. Daxildə olan işlər isə qadınlıqdır. Uşaqların tərbiyəsidir. Onun üçün, bax, bayaq toxunduq ki, qadının uşaqların üzərində təsiri daha böyükdür. Nəyin ki, kişinin qardaşlar. Kişi gelir işləməyə, kişi var, gücü var. Uşaqlar daha çox, yəni, tam bir o həddi buluğa çatana qədər, özünü idarə bilənə qədər, evdən çölə sərbəst bir şəkildə çıxa bilənə qədər anasının əmirləri altında olur. O qadın onları necə yetişdirəcəksə, onlar da o şəkildə gələcəklər. Aydındır mı? Bax, bizim Mədinədə bir müəllimimiz var idi. 15 dənə oğlu var idi, qardaşlar. Allah bərəkət versin, yəni, maşallah. 15 oğlu var. 15'i də Quran hafiz idi, qardaşlar. 15'i də Quran hafiz idi. Bu, təsəvvür elə bizim universitetdə müəllimdir, bizə dərs deyir, sonra özünün işi var, gücü var, aydındır. Biz bundan soruşanda ki, sən necə çatdırmırsan bu qədər uşağa, yəni bir nəfərə, iki nəfərə, indi evdə uşağı olan, bilir yəni, bacarmırsan. Sən necə onları öyrətdin? Deyir ki, mən bir nəfər öyrətdim, onları da o öyrətdi. Mən arvadı hafiz eləmişəm. Arvadı əzbərətdirmişəm, o da uşaqları əzbərətdir. Aydındır? Onun üçün, bax qardaşlar, bizim ilk öncə ən adil olmamız gərəkən yer, ən xeyirli olmamız gərəkən yer, ən təvazükar olmamız gərəkən yer, ən hörmətini saxlamağımız lazım olan yer, nə çöl, nə qardaşlar, nə qohumlar, nə əqrabalar, bunlar sonradır. Evdə ailə və uşaqlardır. Qadın və uşaqlardır. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, sizin ən xeyirliniz ailəsinə xeyirli olandır və mən də sizin içərinizdə ən xeyirli olanam. Yəni, ailəmə ən xeyirli olan mənə. Quran-ı Kərimdə, qardaşlar, tərəzidə allatmaq var. Mutaffifin surasını bilirsiniz. Vaylun lil mutaffifin. Vay olsun tərəzidə alladanlara. Şeyx İbn Hüseymin rəhməhullah bilirsən mi nə deyir? Deyir ki, bu təkcə ticarət edib tərəzi arxasında duranlara aid deyil. Bu hər bir kəsə aiddir. Hansı ki, deyir, özləri çəkəndə, bir ölçünü ölçəndə tam üzərində durar ki, bax, dəqiq çək, ha. Amma özü çəkəndə alladar. Bu qardaşlıqda da belədir, ailədə də belədir. Sən qadının sənin üçün necə olmağını istəyirsənsə, sən də o qadın üçün elə ol. Aydındır mı? Tələb eləyirsənsə və sən də tələb olunansan. Eynisində sən olmalısan. Necə görmək istəyirsən o şəkildə görün. Aydındır mı? Və o şəkildə də müamilə elə. Evdə məsəl üçün adam, bəzən qardaşlar, insan vallahi halın aznacaqlı olmasından bilirsən mi nədir? Adamın evdə kitabları var. 3 dənə, 5 dənə kitabı var. Birdən bir adam sənə qonaq gəlsə və adam kitab oxuyan olsa və desə ki, ver kitabı oxuyayım. Görürsən ki, qardaşlar, 4-cü səhifədən sonra, çox demirəm, ola bilər kimdəsə 5-ci səhifədən sonra. 4-cü səhifədən sonra kitab şaq eləyir açanda. Bu nəyi bildirir? Hə? O kitab açılmayıb. Hamı belə edir, qardaşlar, kitabı birinci alanda birinci səhifəsinə baxır, ən çox ikinci səhifəsinə, kim yazıb, necə yazıb, hara buraxıb, neçə tirajdır, bir də arxasını açıb baxır, mündəricata. Görüm nələrdən yazıb. Ay, yox, mən bunları bilirəm. Bağladı, qoydu qırağa. Maşallah. Yəni, biz alimi çox olan bir ümmətik. Dırnaq arası alimləri. Kitaba ehtiyacımız yoxdur, plana ehtiyacımız yoxdur. Vallahi, qardaşlar, o kitabları yazanların çəkdiyi əziyyətləri, həyatlarına baxsınız, o kitabları rəflərdə tozun basması sizi yəni kədərləndirər, ayıb olar. Çox böyük ayıb olar. Buxar Rəhməhullahın 17 il ərzində yazdığı, təsəvvürlə adam həyatını, yəni 17 il bir cavan igidin həyatıdır. Adam hədis dalıca düşür. Bir hədisin arxasıca, qardaşlar, 1 aydan, 2 aydan, elə vaxt 6 ay gedib 6 ay qayıtmaq, 1 il vaxtı sürüb. Və elə vaxtlar olub ki, qardaşlar, gedib çıxdıqları yerdə həmin insanın yalan danışdığını və ya heyvanı allatdığını gördüyü zaman o hədisi götürməyib, aylarla yol gedib. Onun maşını olmayıb, cipi olmayıb, heç zapısı da olmayıb.
Adam ya uzun qulaqla gedib, ya atla gedib. Aydınmı? Sən əziyyətə bax. Yolda hər yerlərdə, yolun qıraqlarında yaşıllıq, ağaçlıq olmayıb. Çayxanalar olmayıb, saxlayıb, məsəl üçün, çayın içsin, çörəyin yesin, rahatça geçsin, belə olmayıb. Hədis alimlərindən, qardaşlar, hədis ardınca gedib, yolda suyu qutarıb. Ölməmək üçün sidiyin içənlər olub ki, sənə bu hədisləri çatdırsınlar. Onlar xainlik eləməyiblər, xəyanət eləməyiblər. Bugün sən onlara xainlik eləyirsən, xəyanət eləyirsən, xainlərdən olma. Vallahi sadiqlərdən ol, soruşularsan sən. Allah səndən soruşacaq. Evdə qoyduğun o kitablar. Və bəzən bilsən mi ayıb nədir? Hər şeyə pullar xərclənir, adamın evində kitab da yoxdur. Yəni kimsə fikirləşməsin ki, məndə heç yoxdur, yəni səhifəsini də açam. Sənin üçün 2 dəfə ayıbdır, yəni. O birisi üçün 1 dəfə ayıbdırsan, birinci səhifəsini oxuyub. Sənə 2 dəfə. O alimlər, qardaşlar, bu elmin sənə çatması üçün sən onların çəkdiyi əziyyətləri görsən. Rəflərdə toz bassın deyə qoymayıblar, yazmayıblar. Aydındır? Onlar Muhammed sallallahu aleyhi ve sellemə çirkab qonmasın deyə. Hədislər səhih olsun deyə. O da qardaş yeyərdi, içərdi, həyatın gəzərdi, işin qurardı, ticarətin edərdi. Niyə hədisin dalıcan düşdü? Niyə elmin arxasıcan getdi? Ümmətdən sonra gələnlər heyran qalmasınlar deyə. Biz bilmədik, deməsinlər deyə. Vallahi bildim, Səhih Buxari səndə var, Səhih Muslim səndə var. Allahın kitabından sonra yer üzərində olan ən səhih kitabdır, qardaşlar, Səhih Buxari. Sonra isə Səhih Muslim. Aydındır mı? Və onları kim öyrədəcək? Və soruşsan, qardaşlara barmaq uzatsın var, ha? Səhih Buxarini kim bir dəfə başdan ayağa oxuyub qurtarıb? Bir özündən soruş, qardaşım. Bəlkə həyatın boyunca eşitmədiyin hədislər var. Allah Rasuluna sevgin necədir səndən soruşsan? Ondan bu hədisləri eşitmək istəyərdinmi? Sənə söyləsəm. Yəni istəyirsən Muhammed sallallahu aleyhi ve sellem sənə desin ki, bax budur. Və Ayşə onu sənə rəvayət eləsin. Radiyallahu anhə. Möminlərin anası və yalnız möminlərin və ondan başqa kimsənin yox. Möminlərin anası Ayşə radiyallahu anhə bunu deyir. Qulaqların bundan daha gözəl sözlər eşidəcəkmi? Hədis əhli, qardaşlar, onlar fəxr edirlər. Bilirsən mi nə ilə? Onlar deyir ki, əhlül hədis, hum əhlül nəbiyyi fə inləm. Hədis əhli, onlar Allah Rasulunun əhlidir, ailəsidir, yaxınlarıdır, dostlarıdır, sahabələri və yoldaşlarıdır. Fə inləm sahəbu nəfsəhu. Onun nəfsi ilə, canı ilə diri olanda bir yerdə olmasalar belə, ənfəsəhu səhibu. Onun nəfəsləri ilə dostluq elədilər. Söylədiyi hədislərlə dostluq qurdular. Yəni sən nə istəyirsən? Allah Rasulunun zamanında mı doğulmalıydın? Xata mı oldu sənin bu zamanda olmağın? Vallahi sən indi doğulmalıydın və burada olmalıydın və bu məmləkətdə yaşamalıydın. Amma dəyişilməyən bilirsən mi nədir? O hədisləri 1430 il bundan qabaq söyləyən eyni adamdır. Səhih Buxarıda yazılanı da o söyləyir. Aydındır mı? Səhih Buxarıda yazılanı Allah Rasulü nəfəslərini alıb verərək söyləyir. Sən necə onun hədislərini oxumadın? Necə bilmədin ki, nələr deyib sənə? Bax, Ayşə anamızın rəvayət elədiyi bir hədis var. Vallahi adam onu oxuyanda adam utanır. Və ola bilər, bu WhatsAppda və digərlərində rast gəlir tərcümələrdə, oxumusunuz bəlkə. Lakin vallahi əxilər, tədəbbür edin bir dənə, diqqət edin. Vallahi yəni nə qədər şeyləri itirdiyinizi və utanmalı olduğunuzu, yəni başda mən özümü deyirəm. Sadəcə xitab edən mövqeydə olduğum üçün yəni siz deyirəm. Başda özüm, qardaşlar, Allah Rasulunun bizə qoyduğu sünnətdə, mən elə kitabı demirəm, fərzləri demirəm, vacibləri söyləmirəm. Onda olan təqsirlərimizi saysoq, yəni biz buradan bitirən deyilik yəni. Ayşə anamız bilirsən mi nə deyir? Allah ondan razı olsun, möminlərin anası, hər bir iman etmişin anası. Deyir ki, qardaşlar, bir gün deyir, Muhammed sallallahu aleyhi və səlləmin halının gözəl, əhşən olduğuna və onun gülümsədiyini gördüm deyir. Adamlar bilirsən mi nədən istifadə edirlər? Bütün sahabələrin həyatını oxu. Bütün hamısının birər-birər qardaş. Bir-bir oxu. Allah Rasulunu gördükdə sorduqları, soruşduqları, dedikləri, elədikləri ancaq bunlar idi.
məni cənnətə yaxınlaşdıran və cəhənnəmdən uzaqlaşdıran bir əməldir. Mənə İslamda elə bir şey söylə ki, səndən sonra onu kimsədən soruşmayım. Mənə nəsihət elə, mənə öyrət, mənə bildir. Aydınmı? Görürsən, bugün onların soruşduqları şey bizim üçün elə də önəmli gəlmir, elə də mühüm görünmür. İnsan təqsirlərinə baxmalıdır. Ayşə anamız deyir ki, qardaşlar, Muhammed sallallahu aleyhi ve sellemin bu halda gördüyüm zaman artıq fürsətdir. Fürsət bu fürsətdir, əldən vermə. Və sən də vermə, vallahi, yapış sünnətindən. Bugün sən möhlət diyarındasan, Allah sənə izin verib nəfəs alırsan, sən elə sağsan. Vallahi, kaş ki demədən öncə, kaş ki filankəsi dost tutmazdım, məni Allahın zikrindən yayındırdı demədən öncə. Kaş ki mən qaydardım, dünyaya salih əməllər görərdim demədən öncə. Allah bugün sənə fürsət verib və sən buradasan. Vallahi buradasan. Və sən bugün eləyə bilərsən. Süleyman Ət-Teymi rahmehullah deyir ki, öz nəfsimi hesaba çəkdim. Dedim ki, ey nəfsim, dur və düşün. Cənnəti deyir, xəyalıma gətirdim. Nəfsim və canım cənnətdə gəzir. Huriləri ilə oturub durur. Qəşrlərə və saraylara girir. Çaylarından içir. Meyvələrindən yeyir. Aydınmı? Və baxır. Və gözün görə biləcəyi ən gözəl şeyləri görür. Cənnəti düşünə bilirsinizmi, qardaşlar? Fikirləşə bilirsinizmi? Öz əziyyətləmi düşünə bilən deyilsiniz onu. Rahman öz sevdikləri üçün hazırlayıb o cənnəti. Orada mələ aynun rat, heç bir gözün görmədikləri var. Elə bir göz yoxdur ki onu görsün. Yoxdur, qardaş. Düşünmə, yorma özü. Qulaqların eşitmədikləri var. Xəyallara gəlməyənlər var. Qəlbə düşməyənlər var. Yarışanlar bunun üçün yarışır. Çalışanlar bunun üçün çalışır. Can verənlər bunun üçün can verir. Yaşayanlar bunun üçün yaşayır. İslamı sənə çatdıranlar, hədisi yazanlar əziyyət çəkir. Bir hədis üçün sidiyin içənlər bunun üçün eləyiblər, qardaşlar. Və İbrahim Teymi deyir ki, qardaşlar, sonra deyir, cəhənnəmi deyir, ağlıma gətirdim deyir. Zincirlərə vurulduğum bir halda, zəhkumdan yediyim halda, qaynar suları içdiyim halda, zəbanilərin üzmə və arxama vurduqları halda, üzü üstə sürüşlədiyim halı təsəvvür etdim deyir. Və nəfsimə dedim, ey İbrahim, hansını istəyirsən? Nəfsin sənə nə söylədi? Bir də görək, cənnəti mi istəyirsən? Yoxsa zabanilərin cəhənnəmə sürüşlədiklərindən mi olmaq istəyirsən? Və sizə soruşuram, qardaşlar, sizə soruram. Nə dedi nəfsin sənə? Nə istəyirsən? Qərarı bu dəqiqə verməlisən sən. Günahlardan, bax buradan durmadan sən tövbə eləməlisən. Yatdığın namazları bıraxmalısan. Çünki sən elə bir Rəbbin qabağına gedəsən ki, gizlini və aşkarı bilənin qabağına. Heç bir şey gizlin qalmayacaq. Söylə. Amma mənə yox, özvə. Nəfsün nə dedi sənə? Cənnətimi istəyirsən? Odumu istəyirsən? Nə istəyirsən? Vallahi İbrahim Teymi bilirsən mi nədir? Deyir ki, nəfsim dedi ki, mən cənnəti istəyirəm. Dedim ki, ey nəfsim, bax buradasan, əməl elə, səndən istəniləni elə. Vallahi əziyyətdəsənmi, çətindəsənmi, əziyyət mi çəkirsən? 60-70 ildən o tərəfə getməyəcək, qardaşım. 80 il getsin. Amma əbədi bir həyat bilirsənmi nə deməkdir? Bəs tükənməz bir əzab, Allah düşmənləri üçün, onu sevməyənləri üçün, Allahın düşmənləri üçün hazırlandığı bir yer bilirsənmi nə deməkdir? Onun dərəsi çox dərindir. Odu çox yandırıcıdır. Əzabı çox şiddətlidir. Vallahi insan qorxmalıdır Allahdan. Vallahi bu dəqiqə sən buradasan. Və sən, vallahi Allah sənə fürsət verir. Sən fürsət diyarındasan. Nəfəsin gedib gəlirsən. Dinləyə bilirsənsə, dilin işləyirsə, tövbə eləyə bilirsənsə və Allah sənə bu xeyrə yönəldibsə, vallahi qayıt. Nəfsin sənə nə dedi? Cənnət mi, cəhənnəm mi? Onu da əməl elə. Ayşə anamız deyir ki, qardaşlar,
Gördüm ki Muhammed sallallahu aleyhi və səlləm gözəl bir haldadır. Dedim ki deyir, ey Allahın elçisi, mənim üçün dua et. Dua istəyir. Subhanallah. Zövcəsidir. Möminlərin anası olmaq şərəfinə layiqdir və naildir. Allah 7 qat göyün üzərindən onun haqqında danışan bir qadındır. Anamızdır. Möminlərin anası da Ayşə anamızdır. Ayşə radiyallahu anhə. Sən halı təsəvvür edirsənmi? Allah Rasulü gəlir qardaşlar. Ayşə anamız orada. Muhammed sallallahu aleyhi və səlləmin ən çox sevdiyi bir qadın. İnsanlar içərisində ən çox sevdiyi. Deyir ki, ey Allahın elçisi, mənim üçün dua et. Deyir ki, Allahım, Ayşənin keçmiş və gələcək günahlarını bağışla. Onun dərəcələrini yüksəlt. Bildiyi və bilmədən etdiklərini bağışla. Sadiq bir kəsdən, yalan danışmayan, söylədikləri haqq olan, dilindən, haqdan başqa bir kəlmə çıxmayan Muhammed sallallahu aleyhi ve sellemin dillərindən mübarək bir dua qardaşlar. Kim sevinməz? Hə? Ayşə anamızın halını sən təsəvvür edə bilirsənmi? Deyir ki, o qədər sevindim ki, deyir. Güldüm, deyir. Və özümü saxlaya bilmədim, deyir. Başımı, deyir, Allah Rasulunun sinəsinə dayadım. Ona söykəndim. Aydındır mı? Yanında olur, söykənir Allahın Rasuluna. Tuta bilmədim, deyir. Muhammed sallallahu aleyhi və səlləm deyir ki, qardaşlar, və bax, bugün ümmətin halına bax və qiyas elə. Vallahi, yəni, insan utanmalıdır. İnsan utanmalıdır. Bax, Allah Rasulü nə deyir? Deyir ki, ey Ayşə, bu duam sənin xoşuna mı gəldi? Gözəl mi dua idi? Deyir ki, bəli, ey Allahın elçisi, necə də mənim xoşum gəlməsin? Necə də bu duanı mən sevməyim? Sevdim bu duanı. Xoşum gəldi. Muhammed sallallahu aleyhi ve sellem qardaşlar bir sözü dediği zaman and içməsinə bizim ehtiyacımız var mı? Vallahi yoxdur. Əmennə, yerin göyün tək sahibi olan Allaha and olsun ki iman etdik. Yəqinlə, nə deyibsə haqq deyib. Vallahi düz deyib. Vallahi sadiqdir. Haqqı deyib, haqdan başqa bir şey söyləməz. Amma and içir. Allah Rasulunun andı mühümdür. Deyir ki, vallahi ey Ayşə, vallahi and olsun aləmlərin Rəbbinə, izzət və cəlal sahibinə. Bu, hər namazımda ümmətim üçün elədiyim duadır. Hər namazda ümməti üçün elədiyi duadır. Sevdin mi? Xoşun gəldi mi bu duadan? Bəs bu gündən sonra bu sünnətdir deyib necə tərk eləyəsən o əməli? Necə soruşasan, sünnətdirmi, vacibdirmi? Mən səndən soruşuram. Allah Rasulunun zamanındasan. Deyir ki, bunu elə. Cürətdə oğlan var mı desin ki, ey Allahın elçisi, sünnətdirmi yoxsa vacibdirmi? Sünnətdirsə eləmirəm. Belə mi cavab verəcəkdin sən Rasulullah sallallahu aleyhi və səlləmə? Cavabımız bu mu olacaq idi? Şəriətin öyrənməməkmi? Hədislərin əzbərləməməkmi? Quran-ı Kərimi, qardaşlar, Ramazandan Ramazana o da oxusa, qəribədir. Elə qardaş var ki, hərifləyə bilmir. Eləsi var, oxuya bilmir. Eləsi var, hərifi tanımır. Vallahi məhrumsan. Necə gözlərin Allahın danışdığı kəlmələri görməyib? Necə? Necə dözürsən buna? Necə yaşayırsan belə? Allahın danışdığı sözlərdən daha gözəlini mi əzbərləyəsən? Bacaran deyilsən, vallahi bacaran deyilsən. Allah danışıb, qardaş, o sözləri Allah danışıb. İzzət və cəlal, sən şərəflisən ki, onu oxuya bilirsən. Sınıfı onunla doldurursan. Bilirsən mi nədir o? Sənə deyiləcək, oxu, tərtil et. Sənin mənzilin axırıncı ayə ki, durarsan, ha, orada. Fatihəni bilənə bax, bağıranı bilənə bax. Nə qədər yüksələcək? Dünyada neçə mərtəbəli ev istəyirsən? 2, 3, villa. Vallahi gedəcək. 60 il, 70 il Allah nə yazıbsa alınacaq. Kimdəsə qaldı mı ki o?
Amma qalıcı bir yer Allah vəd eləyib. Allah vəd verib qullarına. İbn-i Qeyyim, böyük İslam alimi deyir ki, qardaşlar, sənin zənnin nədir? Rahmanın öz övliyaları üçün hazırladığı cənnət. Allah, Rahman o cənnəti hazırlayıb sevdikləri üçün. Yəni Allahın sevdiklərindən olmağın vaxtı gəlmədimi? Yetişmədimi o zaman? Allahın kitabını dayanmadan oxumağın vaxtı çatmadımı? Hədisləri uşaqlarımıza, ailəmizə, oğullarımıza, qonşularımıza söyləməyin vaxtı çatmadımı? Adamdan mı utandın? İnsandan mı çəkindin? Vallahi Allahın haqlarını çatdır insanlara. Onlar bilmirlər. Və hər bir kəsi Allah yaratdığı üçün, qardaşlar, mümkün deyil ki, kimsə qəbulləməsin. Sən düz çatdırmırsan. Sən düz demirsən. Sən düz başa salmırsan. Layiqli bir şəkildə söyləmək lazımdır. Vallahi Quran-ı Kərimdə elə ayələr var ki, bəlkə bir dəfə də olsun mənasını, tərcüməsini oxumamısan. Heç bilmirsən ki, elə bir ayə ola bilər Quranda. Ayıbdır, vallahi ayıbdır. Adam oxuyar. Allahın kitabından dillər qurumamalıdır. Dilin yaşlığı, ciyərin ıslahlığı. Allahın kitabını oxumaqla, Muhammed sallallahu aleyhi ve sellemin sünnəsini oxumaqla olmalıdır. Sən nə zənn edirsən, qardaşlar? Sahabələr bir-biri ilə qarşılaşdığı zaman bir-birini hara dəvət elərlər? Futbol oynamağa mı? Çayxanaya mı? Səndə o qədər boş vaxt hardandır ki? Sən elə bilirsən ki, soruşulmayasan, futbol oynayıb namazı gecikdirmək mi? Bunu mu əmr olundun sən? Məğribin vaxtına salır, futbolun oynayır, namazın vaxtı ələ girməyib, futbolu üçün hazırlaşır, vaxtını qurur, işini səhmana salır, saatlarla meydanda top dalicən qaçır. Qardaş, faydasız işləri tərk elə. İbn Teymiyyə rəhməhullah zahidliyin nə olduğunu bilirsənmi nə deyir? Zahidlik nədir? Bilirsənmi nə söyləyir? Deyir ki, zahidlik odur ki, zahid o kəsdir ki, dünyada, yəni yeməyi və içməyi, gözəl geyinməyi, cırıq, yamaqlı paltar geyinmək zahidlik deyil. Qaranlıqda oturmaq, ac qalmaq bu zahidlik deyil. İbn Teymiyyə rəhməhullah deyir ki, qardaşlar, zahidlik ahirətdə faydası olmayan şeyləri tərk eləməkdir. Faydasız işlərlə özünü məşğul eləmə. Yayı, sələflər bilirsənmi, yayın gündüzünü və gecəsini nə üçün fürsət bilirdi? Yayın gündüzünü və qışın gecəsini arzulayanlar var sələflərdən. Amma bizdə əksinədir. Yayın gündüzünün uzun olmasını, məğribdən əvvəl sərinin düşməsini futbol oynamaq üçün sevənlər var. Çayxanada oturub çay içmək üçün fürsət bilənlər var. Amma sələflər yayı sevirdi onun üçün ki, gün uzun olacaq, isti möhkəm olacaq, oruç tutmaq çətin olacaq və onlar oruc olacaq. Aydındır mı? Və onlar oruc olacaq. Onlar oruc olanda, qardaşlar, belə kondisionerdə oturmurdular. Bağlı yerdə oturmurdular. Onlar oruc olanda gedib hamballıq edirdilər. İşləyirdilər, kərpic kəsirdilər, çobanlıq edirdilər, yük daşıyırdılar. Axşama iftar açacaq qədərin çörəklərini alıb qalanın sədəqə verirdilər. Aydındır mı? Onlar fürsət bilmirdi ki, axşam gələcək, oturacaq, dəmini oynayacaq, nə bilim, digər şeylər oynayacaq və vaxt belə də gedəcək. Axşam zikirləri olmayacaq, vaxt hədərə gedəcək. 11-22 kişi bir yumru topun dadı ilə qaçacaq. Sən hansı komandanı təsəvvür edirsən? Abu Bakr radiyallahu anhu və Omar, hərəsinin 10 nəfəri top qoylayırlar. Sən elə bir sahabənin və elə bir Rasulun ümmətisənmi? Mən demirəm futbol oynamaq olmaz, qardaşlar, olar. Arada futbol oynamaq olar. Biz arada zikr edib gündə futbol oynayırıq. Aydındır mı? Belə ayıbdır. Belə ayıbdır. Qışı fürsət bilir, deyir, əlhamdülillah, yaxşı yatacam. Sübhün vaxtı uzanır. Sələf
qışı fürsət bilirdi, deyirdi ki, səhərəcən namaz qılacam. Allaha həmd olsun, gecəni səhərə qədər oyaq qalmağın vaxtı gəldi. Sələflərdən bir kişi olur, qardaşlar. Mən zamanları demirəm, ha. Zaman uşaqları heç soruşmuram, hələ özüm başda. Qoca kişi olur, 80 yaşında. 80. Var burada 80 yaşında? Yoxdur. Görürlər ki, kişi oturub ağlayır, qardaşlar. Soruşurlar ki, Allah sənə rəhm etsin. Niyə ağlayırsan? Dərdin nədir? Deyir ki, namaz məni tərk eləyir. Artıq mən gecə namazlarını qıla bilmirəm. Namaz məni tərk eləyir. Mən deyir, indi deyir, yalnız gecə namazında Bəqaranı, Alimranı, Ən-Nisəni və Maidəni oxuya bilirəm, deyir. Bunlar ən böyük surələrdir Quranda, əxilər. Deyir ki, indi gecə qalxanda, 80 yaşında, ancaq bu surələri oxuya bilirəm. Qabaq deyir, Quranı oxuyurdum, deyir. Əxilər, axşam kim Kavsər surəsini oxuyub? 3 ayədir. Gecə. İnnə a'teynəkəl Kavsər. Kim oxuyub? Demirəm, mənə deyin, sadəcə soruşam. Riya olar sonra. Amma vallahi mən sənə soruşduğum odur ki, cavabı özün özünə ver. Allah bilir. Allah bilir, qardaşlar. Sələflərdən, qardaşlar, biri, sələflərin vaxtında onlar qız uşaqları çölə oynamaq üçün çıxmazdılar. Yalnız gecə çıxardılar. Və evlərinin səthinə çıxardılar, üstünə. Bir gün qonşuda olan 2 uşaq həyəcanlı şəkildə düşürlər evlərinə. Soruşurlar, ey ata, qonşumuzun evinin üzərində bir dirək var idi. Artıq o yoxdur. Nə olub bilmirik. Həmişə biz çıxırdıq evin üstündə neçə illərdir. Evin üstündə bir dirək var. Biz onu daha görə bilmirik. Yoxdur. Deyir ki, o dirək deyildi. Hasan-ül Basri idi, deyir. O səhərə sən namaz qılar. Adam qiyamda o qədər durur ki, uşaqlar elə bilir ki, dirəkdir orada. Aydındır mı? O qədər namaz qılırdılar. Hanı bugün sələfə nisbət olunanda, sələfiyəm deyəndə, ümmətində bu cür kişilər olanda bir tayfa gecə namazlarından nəsibi yoxdur. Sələflər, qardaşlar, əvvəlki sələflər sübh namazının fəzilətindən və digərlərindən belə söhbətlər eləmirdilər. Gecə namazlarından danışırdılar. Bugün fərz namazlarından danışmağa ehtiyac var. Fərz namazlarından. Subhanallah. Gecə namazını qılmamağı onlar həyatında düşünə bilmirdilər. Yəni gecə namazı qılmayan biri ola bilər? Elə bir şey ola bilər? Elə bir şey ola bilməz. Onun üçün, qardaşlar, həyatı nizama salmaq lazımdır. Bu nizam Allahın nizamıdır. Tək sələfə nisbət olunmaqla deyil bu işlər. O yol gedilməlidir. O yol yaşanmalıdır. Sələfə baxılmalıdır. Həyata öyrənilməlidir. Hansı bir sələfin sənin üçün, sahabənin və digərlərinin sənin üçün qoyduqları miras nədir? Onu baxmalısan və öyrənməlisən. Yaxşı, qardaşlar, Allahın izinlə sözümüz bu qədər olsun. Sual oldu, suala cavab həmçinin nəsihət istədim olsun. Allahın izinlə biz çıxırıq. Yolumuz uzaqdır. Allah Subhanahu bu toyu yenə də mübarək etsin, qardaşlar. Allah Subhanahu xeyirlər və bərəkətləri versin. Allah Subhanahu daim bizi xeyirləri üzərində cəm etsin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm. Selamu aleykum və rahmetullahi və bərəkətuhu. İxlasla.com saytı tərəfindən təqdim olundu.